Sürətin ardıcıllığın sayı, hərəkət qabiliyyətlərinin ardıcıllığın. Sürət, güc, bərk, sonra dözümlük, çeviklik. Ana qarsan, ayqa, ana qarsan. Mən başdan sayım. Sürət, güc, bərk, ərgənlik, dözüm yox. Qüvvə. Qüvvə, çeviklik, dözümlük. Qəşəng. Yaxşı. Hərəkət keyfiyyət sayılmayan hərəkət qabiliyyət nə idi? Sürət, güc. Aha, sürət, güc, hərəkət keyfiyyət sayılmırdı. Niyə görə sayılmırdı? Sürətlə dözümlükdən yarandığından görə. Sürətlə dözümlükdən yarandığına görə yox, sürətlə qüvvədən yarandığına görə. Aha. Hərəkətlərin qısa vaxt ərzində başa çatdırılmasına nə deyirdilər? Maksimal. Formasını soruşsanız maksimal. Hərəkətlərin qısa vaxt ərzində başa çatdırılması hansı hərəkət qabiliyyəti idi? Sürət. Sürət. Bunun əsas göstəricisi hərəkətlərin, belə deyim də, tez başa çatdırılmasıdır. Hansı komponentdir bu? Bəli. Maksimal. Bu maksimal olacaqdı. Rəqib məsafəsi güzəştə ilə yerinə yetirilən qaçışlara nə də deyirdilər? Nə deyirdilər? Maksimaldan Maksimaldır, tezlikdir mənim. Yox. Rəqib məsafəsi güzəştə ilə yerinə yetirilən qaçışlar komponent olaraq maksimaldır. Əlavə bir ad da vardı mötərizədə. Bəli, mən bildim nəyə deyirsiniz. O söz Qandikapla qaçışlar, qandikapla. Qandikapla qaçışlar sözünün mənası nədir? Rəqib məsafəsi güzəştə ilə yerinə yetirilən nələr? Bəli, rəqib məsafəsi güzəştə ilə yerinə yetirilən qaçışlardır. Böyük basketbolda yan xəttdən atılan topdan neçə metr məsafə gözləyirlər? 1 metr. Qəşəng, təşəkkürlər. Sərraf, səsini aç. Sərraf. Müəllim açdım, müəllim. Sən məndən başqa orada deyəsən, nəyəsə də qulaq assan əlavə. TikTok-a müəllim. Aha, sürətin hər bir yaş dövründə görüm. 11-14. Aha, sürətlə əlaqəli olan digər hərəkət qabiliyyətlər. Sürət, güc, qüvvə, çeviklik. Divardan 15-20 sm aralı duraraq ayaqların ucu ilə eyni bir nöqtəyə toxunmaq. Tək hərəkətin icra tezliyidir. Ondan sonra əl və ayağın sürəti ilə topu divara vurub tutmaq. Tək hərəkətin. Divardan neçə metr aralı duraraq topu ayaqla divara vururlar? Fərqi yoxdur. Var, 1,5-2 metr. Sonra basketbol idmanında oyuncu topu neçə saniyə əlində çiliyə bilər? Üstəndən sonra. İstənilən qədər topu çiliyə bilərdi. Topu tutdu, neçə addım ata bilər? 2 addım. 2 addım ata bilərdi. 3-cü addım artıq addım sayılırdı. Yox, faaldır. Artıq addım da onsuz da. Artıq addım. Artıq addım idi. Kürək hərəkət istiqamətinə tərəf oturmuş vəziyyətdən startlar. Reaksiya. Sadə reaksiya idi. Üzüstü uzanmış vəziyyətdə startlar. O da sadə reaksiya. Yaxşı, belə deyək də, müəllim. 30-dan 400-ə qədər olan qaçışlar hansı hərəkət qabiliyyəti inkişaf elətdirirdi? Sürət qabiliyyəti. Sürət hansı